Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Sizi xoş gördüm. Bildiyiniz kimi Yuvam Nəşriyyatı və Pedaqoq Edu-az təhsil platforması olaraq sizlər üçün növbəti marafona, növbəti yeni bir layihəyə başlamışıq. Öyrətmən inkişafı marafonu iyul ayının 1-dən etibarən start götürəcək. Bu videonu çəkərək marafon haqqında bütün suallarınızı cavablandırmaq istəyirəm. Ümid edirəm ki, videonun sonuna qədər izləyəcəksiniz. Elan mətnində də qeyd edildiyi kimi marafon iyul ayının 1-də başlayacaq və iyul ayının sonunda bitəcək. Sonuncu görüşümüz isə avqust ayının 3-nə təsadüf edəcək. Marafon 1 ay davam edəcək əziz müəllimlər. 1 ay ərzində 5 gündən bir müxtəlif təlimçilərdən 2 saatlıq onlayn təlim alacaqsınız. Marafon onlayn baş tutacağına görə Azərbaycanın istənilən bölgəsindən qoşula bilərsiniz. Bu marafonda tərbiyəçi müəllimləri, ibtidai sinif müəllimlərini, fən müəllimlərini, bağça və məktəb direktorlarını, tərbiyə işləri üzrə direktor müavinlərini, psixoloqları, loqopedləri, defektoloqları, həyatında və karyerasında uşaq olan hər kəsi görməyə arzu edirik. Marafon başlayan gündən etibarən iyul ayının 1-i, iyul ayının 6-sı, iyul ayının 11-i, iyul ayının 17-si, 23-ü və 29-u tarixlərində bir-birindən dəyərli mütəxəssislərdən sinifin idarə olunması, disleksiya, oxu, xətt təlimi, müəllimin psixologiyası, müəllimin nitqi, şagird koçluğu, şagirdləri dəyərləndirmə bacarıqları və nevroloji və psixoloji problemlərlə bağlı 6 müxtəlif təlim alacaqsınız. Öyrətmən inkişafı marafonu müəllimlərin şəxsi və peşəkar inkişafını dəstəkləyici bir layihədir. Layihədə iştirak edən hər bir müəllim həm özünü, həm də öyrədən olaraq özünü kəşf edəcək, lazımi, zəruri məlumatları əldə edəcək və bunun tətbiq edilməsi yollarını da öyrənmiş olacaq. Məlumatda da bildirdiyimiz kimi marafon 1 ay ərzində onlayn şəkildə davam edəcək. Sadəcə final görüşümüz Bakı şəhərində üzbəüz şəkildə həyata keçiriləcək. 1 ay ərzində iştirakçıların bütün təlimlərdə davamlı şəkildə iştirak etməyini təmin etmək üçün bütün səyimizi göstərəcəyik. Davamiyyət yoxlanılacaq və bundan da əlavə təlimlərdə aktivlik göstərən, verilən tapşırıqları zamanında yerinə yetirən, interaktiv şəkildə təlimdə iştirak edən bütün iştirakçılar arasından seçim edəcəyik. Fəxri iştirakçıları ayıracaq və görüş günümüzdə, yəni tədbirin final günündə onları fəxri diplomla təltif edəcək, pul mükafatları verəcək və eyni zamanda bəzi fəxri iştirakçılarımıza da nəşriyyatımız tərəfindən hədiyyələr təqdim edəcəyik. Layihədə iştirak üçün hər zamanki kimi üstünlüyü tələbələrə və bizim əvvəlki tədbirlərdə iştirak edən müəllimlərə verəcəyik. Qeydiyyatdan keçməyə tələsin əziz müəllimlər. Aramıza yeni qatılan müəllimlər də bu tədbirdə könül rahatlığı ilə iştirak edə bilərlər. Əmin ola bilərlər ki, onlar üçün 1 ay ərzində edilməsi mümkün olanın ən yaxşısını edəcək və onları ən peşəkar mütəxəssislərlə tanış edəcəyik. Həmişəki kimi endirimlərimiz mərhələli şəkildə davam edir. Ona görə də endirim təklifini gördüyünüz anda qeydiyyatdan keçməyinizi tövsiyə edirik. Cəmi 100 nəfər iştirakçı qəbul olunacaq bu marafona və artıq kifayət qədər çox yerlərimiz dolmaq üzrədir. Universitet və kollec tələbələrinin hər birinə və eyni zamanda bizim əvvəlki tədbirlərdə iştirak edən bütün müəllimlərə xüsusi endirimlərimiz var. Endirimdən yararlanmaq üçün tələsin əziz müəllimlər və qeydiyyat zamanı da nəzərinizə çatdırım ki, əsas üstünlüyü elə məhz bizim əvvəlki tədbirlərdə iştirak edən müəllimlərə verəcəyik. Aramıza yeni qatılan müəllimlər isə 28 may Respublika günü ilə bağlı 50%lik endirim paketimizdən istifadə edə bilərlər. Qeydiyyata tələsin. Öyrətmən inkişafı marafonu bizim də təəccübümüzə səbəb olan bir qeydiyyat sürəti ilə davam edir dostlar. Belə ki, elanın paylaşılmasından 3 gün keçməmişdi, artıq qeydiyyat yerlərimizin 70%-i dolmuşdu. Bütün limitli yerlərimiz tamamlanmışdı. Buna görə də hər birinizə təşəkkür edirik. Etimadınız və sayğınız, sevginiz qarşılıqlıdır. Bunun üçün çox sağ olun. Heç biriniz təlimçilər kimlərdir, mövzular nələrdən ibarətdir deyə sorğulamadan sürətli şəkildə qeydiyyatınızı tamamlamışsınız. Bu o deməkdir ki, siz də hiss edirsiniz ki, Yuvam Nəşriyyatı və Pedaqoq Edu-az təhsil platforması Azərbaycan müəlliminə necə dəyər verir, onların şəxsi və peşəkar inkişafına necə maraq göstərir.
Biz bu layihə ilə bütün müəllimlərə ilham və motivasiya vermək niyyətindəyik. Gəlin birlikdə həm peşəkar inkişafımızı, həm də şəxsi təcrübələrimizi çoxaldaq, bacarıqlarımızı inkişaf etdirək, əylənək, öyrənək və çox məhsuldar bir aya öz imzamızı ataq. Marafonda hər birinizi görməyi diləyirəm. Görüşmək diləyilə.